Bismillahirrahmanirrahim. Elhamdülillah. Rabbil alemin. Nehmeduhu ve neşkuruh, nestağfiruhu ve nesta'inuh. Netevekkelu aleyhi ve netevesselu ileyh. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve habibina ve tabibina ve şefi'ina ve mevlana Abul Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve sümme salat ala itretihil mükerremin ve seyyema bakiyetillah fil aradin ve lanud daim ala a'dahi mecme'in minel ana ila qiyami yevmiddin. Qayıtdıq mövzumuza, nəfsin tuğyanına və biz 2 dənə cümə mən Əmirül Möminindən danışdım və bugün isə yenə də nəfsin tuğyanı mövzumuzu davam edirik. Allahın inayəti ilə müəyyən nəticələr əldə eləmişik, o nəticələri biraz toxunum. Mövzunun əhəmiyyətini bilirsiniz və bugünə qədər əldə etdiyimiz nəticələr budur. İnsan 2 hissədən təşkil olub. Bu varlıq 2 hissədən təşkil olub. Tin, tinət, torpaq, materiya, nəfs bir tərəf budur. 2. Ruh, vicdan, fitrət, ali cəhət. Bu da ikinci cəhətimiz. Və bu fitrətlə nəfs arasında savaş var. Və çox mükəmməl yaradılışdır. Çox mükəmməl yaradılışdır. Belə yaranmasaydı insanın mənəvi yüksəlişindən və təkamülündən söhbət açmaq olmazdı. Və bu cürlə yaranış ilahi hikmətin göstəricisidir. Yəni, bundan o tərəfə yarana bilməzdi. Bundan o tərəfə yaransaydı, elə onu yaradardılar, buyururlar alimlər. Yəni, ən gözəl yaradılış, demir, gözəl yaradılış. Deməli, ən gözəlcə bundan gözəli yoxdur. Yəni, sən piksən, sən zirvəsən. Maraqlıdır. Və bu nəfs və fitrət hər ikisi insana məxsusdur və bu nəfslə fitrətin savaşı var. İkisi də insanın vücudundadır, daxilindədir. Bu bir aldığımız nəticə, digər mühüm nəticədir. Bunun haqqında düşünməyə dəyər. İkinci məsələ budur ki, bu haqqında düşünüb nəticə ala bilərik ki, nəfsdən nə qədər payımız var, fitrətdən nə qədər payımız var. Kim mühakimə edir bizim vücudumuzda? Hələ bura qədər. Bu nəfsin meyilləri var. Bu nəfsin meyilləri var. Və bu nəfs 3 ana şöbədən ibarətdir, bu meyillər. 3 dənə ana şöbə var. Və hər şöbədən paylanan qollar var. Ümid edirəm ki, çətin danışmıram. O 3 şöbə nədir? 3 də nəfsə qayıdır. Bir, nəfsin cazibəsi. Mən az çox fikirləşirdim, elə bu yaxşı oldu, elə bilirəm. Kim başqa dillərdə müxtəlif kəlmələr keçir, mən bizim dildə belə deyirəm sizə. Nəfsin cazibəsi var, nəfs çəkmək istəyir özünə. Alan əli var, belə deyək. Bir alan əli var, bir itəliyən əli var, dafiyəsi var. Həm cəzbi var, həm dəfi var. Nəfsin 2 dənə xüsusiyyəti. 2 dənə şöbə, 2 dənə mühüm şöbə. 3-cü şöbə şeytənətdir. Şeytani tərəfi insanın. Ki, bu da bir şöbədir. Şeytənət tərəfi insanın hiylə, məkir, kələk bu mövzu ilə məşğuldur. Yəni, məsələn, kələk, hiylə, məkir, oturur, düşünür. O şeytənət tərəfi insanın o hissəsidir ki, insanda da bu hissə var. Nəfsin bu cəhəti var, bu şöbəsi var. Ənaniyyət həmən şöbədən qaynaqlanır, o şeytənət tərəfindən. Ənaniyyət nədir? Mənəmçilik. Yəni, özünü başqasından üstün zənn edib kimisə əzmək. Bəs, bundan necə mübarizə aparmalısan? Nəinki özvü görməməlisən? Özvü görməmək deyil mövzu. Görmək mövzusu var. Amma necə görəcəksən? Mühüm odur. Özvü onun aynası kimi görmək mövzusu var irfanda. Yəni, bu onundur. Nəinki görməmək? Görməlisən.
Özündən görməməlisən. Bax, düzəltdim. Onunki görməlisən. Onun görəndə özündə olanlar, onun əzəmətini görürsən. Bir də baxırsan, görürsən, bu sənə verib baxı bunu, bu mənada. Sən təcəlli olmusan, sən onu göstərirsən. İnsanda şükranlıq hissi də yaranır. Düzdür, onundur. Amma əlini sənin üstüvə qoyub da. Amma onundur, bildim. Başa düşdüm. İnsan həm şükür edir, həm o əzəmətini görür. Bir də var, yox, heç nə görmür. Heç nə görməyən göz də yaxşı göz deyil. Məsələn, bir insan yaxşılıq edir, heç nə istəmirəm. Heç nə istəmirəm, kimdən istəmirsən? Bəşəriyyətdən düz edirsən. Kimdən istəyirsən, ondan istə də, istəməlisən də. Ondan nə istəyirsən? Pik budur ki, onun razılığın, məhəbbətini istəyəsən. Değişildi də, hə? Düşürsən aşağıya, cənnət istəsən, uduzdun. Mövzunu qaldırsan yuxarı, Allahı istəsən, unuttun. Söhbət istəmək söhbətidir. İstəyək, nə istəyək söhbətidir. İstəyək, istəməyək söhbəti deyil. İki dənə seçim arasında qalmamısan. İstəyim, istəməyim. İstəyim, nə istəyim? Bunu seçəcəksən. Bu da yanlışdır. Mən heç nə istəmirəm. Necə heç nə istəmirsən? Yəni, Allahın razılığını istəmirsən, məhəbbətini istəmirsən, sevgisini istəmirsən. Bu da iş deyir ki. Bu da bəzi o təkəbbürlükdən qaynaqlana bilər. Bunu düzəltmək lazımdır. Yanlış baxışdır. Fikirlərimiz düzələ-düzələ gedək nəticələr alaq da asıl-asıl. İnsanda o nəfsin 3 dənə şöbəsi var. Bir şeytənətdir. O şeytənət yəni ənaniyyət, ənə, mən, özündən başqa heç kəsi bəyənməmək, başqasının üstünlüyünü qəbul eləməmək. Bir hədisdə keçib usulul kufr səlasə, küfrün 3 dənə sütunu var. Bir əl-istikbar, təkəbbürlüydür. Həmən bu şöbədir. İstikbar onun adıdır. Həmən şöbənin adıdır. Gedirsən şöbələr vardır, qapının üstə yazılmayıb. Qapının bir nəfsin bir qapısında istikbardır, təkəbbür qapısı. Müğayət ol qapıdan. İkinci qapısı var, üçüncü qapısı var. Orada məsələ təkcə təkəbbürlük deyil, belə deyək də, digər məkir var, hilə var, başqa məsələlər var, söhbət onda deyil. Amma qapının üstə nə yazıblar hədislərdə? İstikbar qapısı. Nəfsin bir qapısı budur, müğayət olun, təkəbbür qapısı. Və deyirlər əxlaq üstadları, nəfsin ən xətərli tərəfi budur, biləsiniz. İnsan üçün ən xətərli mövzu budur. İtaətsizliyin kökü oradadır. İtaət eləmək istəmirə insana, kökü oradadır. Kökü oraya qayıdır. Bax, insan nə üçün yaranır? İnsan yaranır rüşd eləsin. Rüşd nədir? Kamala yetişsin. Kamala yetişmək üçün yaranmışıq. Ali insan olmaq üçün yaranmışıq. Allah biraz uzun ömür versin ki, adam yetişə bile belə yerlərə. Bərəkətli ömür versin. Gözəl ömür versin. Yəni, bu yerlərə yetişmək üçün zaman lazımdır. İndi adam var, tez sürətlə gəlir, çatır. Çünki hədəfi ki, böyükdür, cəhdin edir, səyini göstərir. Ortada indi, məsələn, elə bir hadisələr baş verir ki, dünyasını dəyişir, Allah parı çatdırar ona. Söhbət onda deyil. Amma bir yerlərə ki, yetişmək istəyirsən, illərə dayanır. Adamlar baxırsan, məsələn, mən Ariflərin həyatlarını oxuyanda görürəm, ilahi, yazıq, məsələn, 25 ilə filan yerə gəldi, yetişdi. 40 il, desən, Ayətullah Bəhaüddini deyirdi, 40 il etçinə verməli, axırda elə bir şey verdilər, keçişmə verməyiblər. Təxminən belə bir söz. İndi ali insanlardan söhbət getmir də, yəni böyük övliyalardan, imamlardan söhbət. Elə bir şeylər verdilər ki, adam oturur, düşünür, bu nədir? Bu zaman istəyir də, bu zaman istəyir. Yəni, yatdım, durdum, axşam yatdım, səhər durum, hər şey değişirsin. İndi onlar bəzi insanlara düşür ərdən elə bir şeylər, axşam yatır, səhər durur, maşallah bir nəsə əməl edir, Arif kimi oyanır yuxudan. O başqa bir şeydir. Siz o şeyləri çox düşünməyirsiniz bu tərəfə. Bir zaman var, onu dəyərləndirmək lazımdır. Yaxşı? Bəli. İnsan yaranıb rüşd eləsin, rüşdün də yolu ubudiyyətdən getirir. Ubudiyyət nədir? Bəndəçilik. Bəs bəndəçiliyin ilk şərti nədir? Nədir? Sual. Bax, insan yaranıb rüşd eləsin, kamala yetişsin, düz. Onun yolundan keçir bəndəçi. Bəndəçiliyin ilk şərti nədir? Ki o olmasa heç nə bir yer çatdırmayacaq səni. İnanın Allah, heç nə yerine çatdırmayacaq səni. Gecə namaza çatdırmayacaq səni. Gündüzdən tutduğun oruca çatdırmayacaq səni. O çalışdığın, səy göstərdiyi ilahi, məsələn, filan xidmət, o da çatdırmayacaq. İlk şərti itaətdir. O yan bu yana yox. Nəfsin cızdağı çıxır.
Başa. İlk şərt itaətdir ya. Yaxşı. Nəfsin də ən acığı gəldiyi mövzu, zəhləsi getdiyi, bağışlayın bu ifadə görəsiz Allah. Nəfsin ən acığı gəldiyi mövzu, zəhləsi getdiyi məfhum, eşitmək istəmədiyi məsələ itaətdir. Heç xoşu gəlmir də. Olur ya, bəzi adamların söhbəti, sən Allah mövzunu deyiş. Bax, itaət mövzusu olanda nəfsi, sən Allah mövzunu deyiş. Oturmuşuq da. Xilqətin də yaranışı itaətdir bu. Sanki Allah dedi ki, Adəmi verdi qabağa, itaət çıxdı mövzu ortaya. Şeytan nə dedi? Nə olar mövzunu dəyişdirə? Nə istəsən? İbadət edeyim də sənə də, nə olar? Eləyirdim də buna qədər də. Bu nə deyib? Hardan çıxdı bu məsələyə? Yox, o gəldi mərkəzə. Bu olmasa, yox, o olmalıdır. Kamala o gedən yol oradan gedir. Başqa yol yoxdur. Kamala gedən yol oradan keçir. Ki, nə qədər bu mövzun haqqında danışsan, digəri var. Fikir verin, Qədir-Xum hadisəsi, nöqtəyə baxın, harada ilişdi ümmət? İtaət edəmədilər Allahın vəlisinə, imama. Orada gəldi, ilişdilər. Hətta o məşhur söz var, dedi ki, bunu sən seçdin, yoxsa Allah seçdi, Əli əleyhissalam. Dedi ki, Allah seçdi. Dedi, doğrudan əgər elədirsə, bir dənə göydən bir daş düşsün də mənə başıma da. Səələ sailun bi əzabin vaqi, Quranda ayət. Əzab istədi Allahdan. Duası qəbul oldu. Şükür olsun Allah. Görəmdən başına daş düşdü. Elə başa daş düşər də. Qaldı yerində. Demir, Allah mənə güc versin ki, mən Əli əleyhissalama itaət eləyə bilim də. Yox, deyir, mənə başıma daş düşsün. Nəfs deyir ki, başıma daş düşsə də razıyam. Bu mövzu ilə razı deyiləm. Nəfsin daban ziddir. İtaət mövzusu, inan Allaha. Fitrətə demirəm, amma fitrətlə işim yoxdur. Nəfslə ziddiyə. Və nəfsin bu şöbəsinin adı istikbardır, təkəbbürdür, itaətlə heç cür razı deyil. Allah nə deyir Quranda? Və'tul buyutə min əbvabiha. Evə qapıdan girin. Peyğəmbər nə deyir? Ənə mədinətul elm və əliyyum baba. Mən elmiş əli qapısıdır. Yəni, əli qapısı ilə gələ bilər, çata bilərsin mənə. Olmaz sənə bir... Yox, buradan gələcəksən. Oradan gəlməlisən. Bu mövzulardan düşünün. Deməli, nəfsin bir şöbəsi istikbar. Şeytənət qoyduq adını, şeytənət. İstikbar, təkəbbür, hamısı girir o mövzunun içinə. Nəfsin ikinci məsələsi nəfsin dafiyəsidir. Nəfsdə bu şöbə var, dəf eləmək. Türk dilində dışlamaq da, uzaqlaşdırmaq. Özündən kənarlaşdırmaq. Nə qaynaqlanır bu şöbədən? Kin, qəzəb, düşmənçilik, həsəd. Hamısı bu şöbədən nəşət tapır. Bu şöbədən. Molla Sədr nəfsin bu hissəsini adına qoyub səbuiyyə, yırtıcı tərəfi insanın. Nəfsin yırtıcı şöbəsi. Kin, küdurət, həsəd. Qırxın da ora. O şöbə də bir başqadır, o da bir kinodur. Otur ona bax ki, bu nəfsi bu cürünə izah olunsun, adam baxsın, gözü bu nəfsini inir ilahi. Nə tuğyan edir, ay Allah, sən qurban olum. Yırtıcı tərəfdir. Usulul küfr səlasə, küfrün 3 dənə sütunu var, biri də buradır. Yazıb həsəd. Dini mətnlərdə bu hissənin adı həsəddir. O qapının adı həsəddir. Molla Sədra səbuiyyə, yırtıcı deyir. Yaxşı. Biz də bizim dilimizdə tərcümə eləmişsə nə qoyduq adını? Dafiyə, dəf. Nəfs fitrətə nə xeyri dəf edir. Dəf edir, qoymur. Bir tərəfi cəzbidir, indi cəzbi deyəcəm sizə. Bir tərəfi dəfdir, dəf. İmkan vermir ki, fəzilət qəlbə daxil olsun. İşi dəfdir. Qabilin yıxıldığı nöqtə də budur. Yaxşı. Qabil, Habilin qarşı yıxıldığı nöqtə budur. Həsəd hissi gözü götürmədi qardaşını. Qətl elədi qardaşını. Düzüzə zarafat gəlməsində Peyğəmbər balası
İç qətl edir. İç qətl işini o görür. Bu nə deməkdir? Bu o deməkdir ki, nəfs buna baxmır. Ram eləməsin. Peyğəmbər balası da olsun, övliya qatil ola bilərsən. Nəfs ram olmasa, Peyğəmbər balası da olsan, övliya qatil ola bilərsən. Bu budur. Hərdən deyirlər, Peyğəmbərin yanında yaşayıb, zamanında yaşayıbsan, mütləq da maksimum mömin olmalıdır da, o heç vaxt günah eləyə bilməz, o nədirsə düzdür. Nə dəxli var? Adəmin balasıdır da bu Qabil. Adəmin sülbündən gələndir. Bu yolunu aza bilir. Peyğəmbər zamanında yaşayırsa, məsələn, bir nəfər mütləq səhabə oldusa, Peyğəmbər zamanında mütləq da bu pik olmalıdır. Bu nə sözdürsə, buna qulaq asın. Nə, bu hardan çıxdı ki? Bu nədir axı? Bu nədir bunun meyarı? Məntiq nədir ümumiyyətlə? Nuhun balası necə olur? Lutun həyat yoldaşı necə olur? Və nə qədər danışıqdır. Yanlış yanaşmadır. Yaxşı. Bu da nəfsin dafiyə tərəfidir ki, və bu da bir şöbədir. Burada kin var, qəzəb var, düşmənçilik var, illərin yığılan kinləri var, ilahi. 30 ilin kini və s. Allah uzaq eləsin. Buradan nəşət tapır. Üçüncü nəfsin cazibəsidir, bu da bir şöbədir. Bunun da bir neçə dənə qolu var. O qollardan biri mənfəət tələblidir. Bölmüşəm bu nəfsi. Nəfsin bir dənə də şöbəsi, mühüm şöbə, ana şöbə, cazibədir. O cazibədə nə var? Bir dənə də qol açılır, mənfəət tələbi. Nə? Mənfəət güdür. Mənfəət güdür. Tamahkarlıq, xəsislik, gözün doymamazlığı, nə gördü istəmək. Birdən işdi sıfıra ensə ticarətdə, səsi küyü aləmi götürüb, az əldə eləsə heygileylənir, nə halal bilir, nə haram bilir. Məntiq məntiqi. Mənfəət tələblik yəni bu. Ki, fədakarlıqla ziddiyyət təşkil edir. Mənfəət pərəstlik fəda ilə ziddiyyət təşkil edir. Çünki fəda olmayan yerdə, fədakarlıq olmayan yerdə nə olar? Mümkün deyil bəşəriyyət ayaq tutub yerisin. İnsan bəzi vaxtlar öz haqqından da hətta fəda eləyir. Ki, təki nə olsun? Haqq cərəyan eləsin, hərəkətə gəlsin. Öz haqqıdır ya. Ədalət prinsipi ilə baxsın, bunun haqqıdır. Amma o haqqdan da yuxarı bir prinsip var. Ehsan prinsipi ki, məsələn, tutaq ki, iş saat 9-da bağlanır. Bir nəfər də gəlib indi 5 dəqiqə sonra. Deyir, nə olar, bir dənə o dükandan mənə bir şey. Deyirsən, yox, mən dükan bağlıdır, bax, saat 9-da. Ədalətlə düzəlirsən, saat 9-da çıxır işinə məşğul. Amma ehsan prinsipi var ki, öz haqqından keçirsən, sən yaxşı gəl, nə qulluq var, eləyim, zəhmətə düşürsən. 5 dəqiqə artıq. Bu ehsan prinsipidir. Bu geniş anlamda. Ədalət öz haqqını difa edirsən, ehsanda bəzi o haqqını neyinsən? Fəda edirsən. İlahi məqsədə yetişmək üçün. Bax, bir dənə misal çəkim sizə. Yunus hadisəsini bilirsiniz. Yunusun hekayəsi, o balığın udur onu, balığın qarnına düşməsi. Yusif nə baş verdi ki, nə oldu, niyə belə oldu? Yusif düz iş görmüşdü bir mənada, ədalət prinsipinə uyğun əməl eləmişdi. Cəmiyyət adam olmurdu, bu da islah edir. Düzəlmədi, duru çıxdı getdi. Düzəlmədi, duru çıxdı getdi. Amma Allahın Yunusdan gözləntisi böyük idi. Ədalət yox, ehsan prinsipi. Elə sən 4 almamalısan, 5 almalısan. Mən narazıyam, sən niyə 4 almısan? Yunus necə günah eləməmişdi ki? Peyğəmbər günah eləməz ki. Daha yaxşını tərk eləmişdi. Qalmalıydı Allahın istəyində bu idi ki, gələk qalaydı. Fəda eləyəydi öz haqqını. Düzdür da zülm elədilər, əziyyət verdi. Öz haqqını fəda eləməliydi ki, qalmalıydı. Yunus neylədi? Durdu, çıxdı, getdi. Nə baş verdi? Gəldi gəmiyə. Gəmidəki o prosesi bilirsiniz də. Gəmi oturandan sonra bir dənə böyük bir balıq gəldi. Bunlar da oturanlar da Yunusu tanımırdı. Bilmirdilər o peyğəmbərdir. Bu gəldi, o balıq gəldi gəmiyə vurdu özünü ki, yəni görünən bu idi. Yəni ya bu o qədər vuracaqdı o gəmini ki, ham aşacaqdı, ham öləcəkdi. Ya da ki bu əl çəkmirdi. Burada bir nəfər fəda getməlidir. İndi bunlar dedilər kim getməlidir? Bunlar dedilər püş yataq, kimə düşsə onu atarıq suya. Bir nəfər getməlidir, başqa söhbət yoxdur.
Bunlar püşk atla, püşk gəldi düşdü Yunusa. Amma insaflı adamlar idi. Diqqət edin, ədalətlə püşk düşüb bura. Qayıdıb deyirlər ki, bu onun üzünə baxırlar, görürlər çox nurani siması var. Bir başqa cür insanda deyirlər ki, ay yox, bunu adam atar heç suya, balıq yesin. Belə adam atarlar. Deyirlər, ikinci püşk atırıq. İkinci püşk atırlar, yenə gəlir çıxır Yunusa. Püşk sənin adıma düşüb, başqa söhbət eləmə. Püşk sənin adıma düşüb. Bunlar deyirlər, yox, bunu atmaq olar. Bir neçə dəfə təkrardan sonra yenə gəlir Yunus. Yunus deyir, yox, hələ məsələ məndir, işiniz yoxdur. Allah bir dərs keçir. Düzdür, ya olan hamısı getmədi, ya bir nəfər. Bəzən bir nəfər özü fəda eləməlidir ki, başqaları yaşasın. Diqqət edin. Allahın ali insanlardan gözləntisi budur. Öz haqqından bəzən fida eləyəsən ki, böyük nəticələr əldə eləyəsən. Nəfs buna ziddir. Baba, bu söhbətə mənfəət tərəfi var ha, bu şöbəyə. Heç xoşu gəlmir bu söhbətdən. Sən Allah söhbət, bu nə söhbət deyirsən? Fədakarlıq. Xeyr olur fədakarlıq. Niyə görə fədakarlıq? Bugün də alt bazası olmasa, tohid dünya görüşü olmasa, fədakarlıq gedir sual altına. Doğrudan xeyr olur fədakarlıq. Niyə ölməliyəm? Xeyr olur, sən yaşamalısan. Bu götür mənə, tohidi götür, qiyaməti götür. İnsafən adam deyir, gələ hərdən düzün də deyir. Bu nəfs düzdür. Əgər tohidi götürəndən sonra, tohidi dünya görüşünü götürəndən sonra, qiyamət mövzusunu qoy kənara, bu nəfs düz deyir də, səhv deyir, xeyr ola. Tohidi dünya görüşü meydana girəndən sonra, qiyamət mövzusu yerin tabandan sonra, insan 70 ildən ibarət olmayandan sonra, bu söhbətin yeri var, fəda ilə. Kamala gedən yolundadır. Yunus getdi, düşdü balığın qarnına. Düşən kimi nədir? Mövzu bu idi. Düşən kimi dedi ki, bu məşhur zikir, Yunusiyyə zikir. La subhanəkə, la ilahə illa ənt, inni kuntu minəz zalimin. Səndə müşkil yoxdur. Zülm eləmişəm özümə. Nə mənada zülm eləmişəm? Günah eləməmişəm. Bu mənada zülm elədim ki, ədalət prinsipinə əməl elədim. Gəli, ehsan prinsipinə əməl elədim. Onu əməl eləsəydim, indi balın qarnında deyildim. Özüm qapılarımı bağlamışam, başa düşmüşəm. Allah dedi, başa düşmüsən Yunus, sən başa düşmüşəm, çıx indi oradan. Bizə deyiblər, dərdiniz olanda, çətinliyiniz olanda bu zikir eləyin. Təkcə zikir deyil. Bunun mənası budur ki, bu zikir elə, yəni bu mənada ki, özün səhvi tap orada, yanlışlarını tap orada, neynəmsə nöqsanlarını tap orada. Ondan sonra bu zikri elə, bu zikir səni çıxartacaq vəziyyətdən, narahat olma. Bu da bunun fəlsəfəsi, bir mənası ki, başqa mənalarını demək olar. Nəfsdə nə var? Nəfsdə bu xüsusiyyət var. Nəfsin, bəli, belə bir xüsusiyyəti var ki, mənfəət pərəstdir. Yəni, cazibə tərəfindən bir qol açılır. O qolun adı nədir? Mənfəət pərəstlik, eqoizm, tamah, xəsislik, qənaət eləməmək, lazım oldu, olmadı, əldə eləmək, hamısı o şöbəyə gedir. Cazibə, oradan gəldi, mənfəət pərəstlik, bu şöbə. Yaxşı. O cazibənin bir dənə də qolu var. Ləzzət tələblik, ləzzət hissi. Bu adamda da var da, ləzzət axtarışınadır. Və oradan da qaynaqlanan bir nöqtə var, üzr istəyirəm, şəhvət hissi danışmışdım sizə. 2 dənə cümlə danışmışam ki, hamısı qayıdır o şəhvət hissi, o ləzzət tələblidir, nəfsin cazibəsi. Getdi dayandı hansı şöbədə? Nəfsin cazibəsi. Bax, oradan məsələlər nəşət tapır ki, o şəhvətlə necə mübarizə aparılmalıdır, necə istiqamət verilməlidir, onu mən 2 dənə cümlə danışmışam, baxa bilərsiniz. Sistematikdir də, istəyirəm deyim ki, bu mövzunun içində daxil olun, adam o nəfsini tapa bilər. Ki, inşallah hələ bir dəfə də nəsib olsa, mən belə şeytanın rolu nədir? Bu nəfsdən bu qədər. Bir vaxt onu danışaram sizə. Bir dənə sistematik şeytanın rolu. Bu nəfs şünaslıqdır. Bizim hələ danışdığımız, gör neçə vaxt danışıram. 19-cu çıxışım olmalı, səhv eləmirəmsə. Və hələ davam edirəm. Diqqət edirsiniz.
Ya 18 ya 19'dur. Aha, mən davam edeyim. Və o ya oradan da qaynaqlanan nöqtə nədir? Oradan da deyir o ləzzət tələbliyindən qaynaqlanan digər nöqtədə çox yemək də ora qayıdır. O da nəfsin o cazibəsinə yekunda dayanır. Adam elə onun üçün yaşayır. Bu da insanın kamal yolunda çox maneədir. Bütün gün yemək. Hay Allah. Neçə dəqiqədir? 4 dəqiqəm qalıb. 4 dəqiqəni də yekunlaşıram. Bu mövzunu davam edəcəm amma. Bax, bu yemək hissi, ləzzət tələbli hissi insanı bəzi vaxtlar qarnının qulu eləyir. Qarnının qulu olur insan. Nə qədər cılız sözdən insana yaraşmayan kəlmədir. İnsan qarnı üçün yaşayır. Allahu Ekber. Bütün zikri fikri səhər durum, yiyim, axşam yiyim, yatım. Nə deyim? Bu fikirlə yaşamaq başqa məxluqdan necə ayrılacaq görürsən belə insan? Çox deyir, getmirəm dərinliyinə. Yəni, bunun üçün yaşayır da. Həyat bunun üzərində qurulur. Mən hələ bu tərəfini demirəm, haram yemək ki 100% tənəzzüldür. Söhbət haram yeməyəsən, çox yesən də belə kamalva ziyandır. Hə, heç yeməməyi də danışmıram ha. Bu bir dənə orta şey tutun. Bu tərəfin xəttini çəkim, bir dənə qırmızı xəttini çəkim. O qədər də yeməyəsən ki, zəifləyəsən, çəlimsiz bir insana çevriləsən. O demişdim sizə yoxsa yox. Bəhavuddin Arif idi də, biri gəlmişdi, ustad. Arıq çəlimsiz adam biri gəlmişdi ağa. Ustad sana mənə bir də zikir, düstur, tapşırıq, nəsə bir şey ver. Ustad demişdi, get ət ye. Demişdi, sana qurban olum, mən bura ət yeməyə gəlməmişəm ki, mən sənə birinci tapşırığım budur, get özünə bax ki, ölürsən ayaq üstə, Allah sənə kömək olsun. Din budur, öləsən ayaq üstə. Qalx ayağa. Sən bu bədənin zəifləyib, əldən ayaqdan düşəndən sonra gecə namaz necə qılacaqsan ki? Sən ürəyin gedir, yıxılırsan yerə. Biraz camba fikir ver də. Başa düşürsən? Bunu hətta böyük ariflərdən biri də bir misal çəkir. Başqasına deyir, sanki deyir, bu ruhun mərkəbidir bu bədən. Ucalmaq istənsə, buna diqqət eləməlisən, qulluq eləməlisən. Sən buna qulluq eləməsən, necə olacaqsan? Heç nə. Çatanməsən ki bir yerə. Bu canva da fikir verməlisən. Baba, bu xətti çəkdim. Bu tərəfdən çəkdim. Ninə? Ki, o qədər də olmasın ki, zəifləyəsən, əldən ayaqdan düşəsən, yaxşı iş də görə bilməsən. Bu tərəf. Bu tərəfdən bir dənə xətt çəkim. İnşallah ki, gələn cümlə hədislərinə toxunaram. Bir dənə də buradan xətt çəkək. Deyiblər, hədislərdə var ki, tam doyub qalxma süfrədən. Tam doyub qalxma. Biraz da necə? O qədər iyi ki, daha adam o partlayana qədər deyir, yedimi, o qədər də yox da. Çünki o nə olacaq? Ağırlaşdırsan, hərəkət edəyimiz, ziyanlar nədir? Bu tərəfdən toxunaram sizə. Hədislərdə bu da gəlib. O qədər də biraz da neyinə, özvə bu tərəfdən də diqqət edək. O mədə digər xəstəliklərin də köküdür, mənəvi baxımdan ziyanları var. Yəni, tam zikri, bir dənə xət belə çəkək, ümumi bir dənə xət bundan ibarət olsun ki, hələ ki bu qədər insan daha yemək üçün yaranmıyor. Bunu bilək. Biz yemək üçün yaranmamışıq. Biz yeyirik ki, nəsə bir fəaliyyət göstərək. Fəaliyyətimiz yeməkdən ibarət olmamalıdır. Kişi nə işləyir? Fəaliyyəti yeməkdir. Bu da bir xət. Hələ bu qədər inşallah gələn cümə mən bunun ziyanlı tərəflərində insan kamalına nə ziyanları var, toxunaram. Allahın lütfü inayətlə. Gələn həftədə inşallah Allah nəsib edilsə məhərrəmli ayı daxil olur. 10 günlük çıxışımıza başlayacaq, qeyd olunacaq, elan veriləcək saatı. Allah nəsib eləsin, inşallah Allah lütf eləsin. 10 gün çıxışımızın da mövzunun adını qoy hinddən deməyim. Yəni ki, elan qoyulanda görəcəksiniz mövzumuz da nədir. Onu da dua edin ki, bir bərəkətli olsun, çıxış eləyə bilmişsiniz huzurunuzda. Nəfsin tuğyanı da davam eləyir. Hər şey öz qaydasında. Eşq karvanı da inşallah dua edin. O da qaydasına düşəcək, gedəcək. Hazırlıqlar gedir. Xülasə, Allahın lütfü inayətidir. Sizə dua edin ki, bir yerə yetişə bilək hamımız. Allahümmə salli alə Muhammed və alə Muhammed. Allahümmə inna nəsəlukə və nəd'ukə bismikəl əzizəl əzəm, əl-əcəlləl əkrəm. Allah sənand verəm izzəti və cəlalı və kərəmi və rəhməti və mərhəmət və bu əllər ki, sən dərgahıva qaldırmışıq. İlk əvvəl duamız İmam Zaman əleyhissalamın zühurunu təcil edir.
Allahım, öndə 10 günlük gəlir, o 10 günlük yaşamaq tövfiqin bizə nəsib elə. İlahi, o 10 günlükdə İmam Hüseyn əleyhissalamın həqiqi zəvvarlarından olmağı bizə nəsib elə. İlahi, bizi Hüseynindən ayrı salma. İlahi, bizi Əhl-i Beytdən və Qurandan ayrı salma. İlahi, nəslimizdə Əhl-i Beyt düşmənini sevən insanlar qərar vermə. İlahi, bi haqqı Fatimə günahlarımızdan əfvi qələm çək. Allah bağışlanmamış biz bu dünyadan aparmı. İmanla yaşayıb, izzətlə bu dünyadan köçməyi bizə nəsib elə. İlahi, o kəslər ki, məndən xəbər göndəriblər, dua istəyiblər, qardaşlarım, bacılarım, olan dualarını onlardan qəbul edin. Ya Rəbbəl aləmin, ekran qarşısına əyləşənlər var. Onlar da əllərin sənin dərgahına qaldırıblar. İlahi, olan nə hacətləri var sən bilirsən. Olan hacətlərini onlardan qəbul elə. İlahi, xəstələrimizə tezindən şifa-i acil nayət elə, övladı olmayanlara övlad nəsib elə, subaylarımıza gözəl ailə nəsib elə, ailə müşkülanların müşkülərini tezindən həll elə, borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə, işsiz qardaşlarımıza iş nəsib elə. İlahi, şəhidlərimizi Kərbəla şəhidlərindən məhşur elə. Onların övladları, yaxınları, ailələri, qəlblərinə hüzur və aramlıq nazil elə inşallah. Peyğəmbər və Əhl-i Beytinə səlavət zikirlər. Allahım.